Oruç ümumi anlamda çox gözəl bir şeydir bədən üçün. Amma təəssüflər olsun ki, bəli, bəzilərimiz bunu tuta bilməz. Bunlar kimlərdə? Ən birincisi körpələr, yetkinlik yaşına çatmayan, inkişaf dönəmində olanlar və eyni zamanda da hamilə qadınlar. Bunlar birmənalı olaraq Ramazanda çox oruç tutmaqlarını məsləhət görmədiyimiz və istəmədiyimiz insanlardır. Hətta bəzən süd vermə dönəmindəki analar da buna şamil ola bilər ki, yəni süd vermənin hansı mərhələsi olduğu da önəmlidir. Çünki burada yenə biraz dəyişiklik ola bilər. Yəni laktasiya dönəminin ən başındadırlarmı, yoxsa artıq 1 il və ya 6 aylıq bir dönəmi keçiblərmi? Orada da yenə həkimləri ilə məsləhətləşələr daha doğru olar onlar üçün. Amma bir də xroniki xəstəliklərdən əziyyət çəkən insanlar var. Özəlliklə təzyiq və şəkər xəstəliyi dediyimiz və ya qəlb damar xəstəliklərindən əziyyət çəkən insanlar, hansı ki, buna daimi işlətdikləri dərmanlar var və bu dərmanların saatları var. Gün ərzində bir neçə dəfə təkrarlanmalı olan dərmanlar var. Bunların tok qarnına qəbul olunması şərtdir. Bu kimi bir çox ünsura cavab verən, yəni bir çox ünsuru qarşılayan insanların tutmamaqlarını tövsiyə edirik və ya çox israrla tutmaq istəyirlərsə həkimlərinə mütləq bu haqda məlumat vermələri və müraciət etmələri lazımdır.